Herkese salamlar. Kanalıma ve en esası da doğum günü vloguma xoş gəlmisiniz. Vloga başlayırıq doğum günümdən 3-4 gün öncədən. Vlogun əvvəlini doğum gününə hazırlıqda adlandıra bilərik. Çünki kiprik qaynağımı yenilətməliyəm, dırnaqlarımı korreksiya elətdirməliyəm və ən əsası da gedəcəyimiz yer üçün sport dəst almalıyam. Həm kiprik qaynağına, həm də ki dırnaq korreksiyasına eyni gündə gedə bilməyəcəyimə görə, yəni çünki işdən çıxıb gedirəm, onların ikisini də eyni gündə eləmək mümkün deyil, çox gec olacaq. Ona görə bugün birinci olaraq kiprik qaynağına gedirik. Və qızlar, tam zamanında oldum burada. Punktuallıq. Birinci olaraq gedirəm, əvvəlki kipriklərimi usta çıxardır. Çıxardandan sonra isə görüntü bundan ibarətdir. İstədim bunu da sizə göstərim. Bu videoya baxanda özümü elə alqışladım qızlar. Dedim ki, gözü bağlı da olsa, gözlərimi açmaq ehtimalım olmayan bir anda da mən gözəl bir şəkildə video çəkə bilirmişəm. Ustamdan sadəcə olaraq xahiş elədim ki, telefonumu götürsün, kameraya girsin və rekordu bassın. Yəni ustam belə görmürdü ki, mən orada nəyi çəkirəm. Qızlar, qaynaq olmadan da mən kipriklərimi sevirəm. Baxmayaraq ki, mənim kipriklərim seyrəkdir, qısadır, yəni ki qalın deyil, amma ona baxmayaraq o halını da sevirəm. Sadəcə olaraq mən hər gün işə getdiyimə görə hər gün makiyaj eləməyim deyə bu qaynağı eləyirəm ki, biraz mənim canım rahatlasın. Adam var makiyaj eləməyi çox sevir, mən isə o qədər də sevmirəm, açığı o qədər də vaxt sərf eləmək istəmirəm. Kiprik qaynağına getməmişdən öncə müəyyən şeylər var ki, onları mən düşünürəm ki, mütləq bilməlisiniz əgər ilk dəfədə gedəcəksinizsə. Və kanalımda gözəllik playlistində orada kiprik qaynağına aid bütün detallı məlumatlar olan bir video var. Oradan izləyin. Ümid edirəm ki, bütün suallarınıza cavab tapacaqsınız. Mən içəri girəndə hava günəşli idi, indi isə hava qaranlıqdır. Qızlar, inanmarsınız, mən vlogu editləyəndə yatıb qalmışam. İndi davam eləyəcəm, çünki yuxudan oyandım. Ümumiyyətlə, doğum günümdən sonraki o iş həftəm çox yorucu keçdi. Hər gün işdən sonra evə gələndə deyirdim ki, bugün editləyəcəm, amma yemək yeyirdik, bir keyf işi görürdüm və yatıb qalırdım. Neysə, qaldığımız yerdən davam edək. Çöldəki pişikləri də qətiyyən unutmuruq və beləcə gedirik 28 moldakı Yuska. İş yoldaşlarımdan eşitdim ki, Yuskda qəşəng endirimlər var. Bu da reklam deyil. Qızlar, sadəcə olaraq özüm getdim, oralara baxdım, dedim elə getmişkən sizin üçün də çəkim. Burada evə aid ağlınıza gələ biləcək hər bir şey var, yəni kiçik əşyadan tutmuş böyük əşyalara qədər. Əvvəllər deyirdilər ki, Sədərəkdə falan nə bilim evə aid hər şey çox ucuz qiymətə tapmaq olar. Amma indi baxırsan ki, bəzi şeyləri çıxmaqla demək olar ki, Sədərəkdəki qiymətlərlə elə moldakı bu dükanların qiymətləri eynidir. Burada 109 manata belə bir boy aynası gördüm və xoşuma gəldi. 45 manata belə dolab gördüm. Bunu da sizin üçün çəkdim. Bəlkə lazım olar. Düşünürəm ki, bunu qarajda falan, yəni ki, çox da estetik olmayan otaqlarda istifadə eləmək olar. Bayaqdan baxdığım əşyalar arasında ən sevdiyim bu tumbalar oldu. Mənə görə bu tumbalar çox-çox estetik görünür. Bəlkə də istifadə üçün o qədər də əlverişli olmaya bilər. Çünki balacadır, yəni içinə az şey yerləşir, amma bir o qədər də estetikdir. Açığı qızlar, səmimi danışım ki, çox istədim ki, bu hissələri başqa bir vlogun içinə əlavə edeyim. Çünki bu doğum günü vlogumdur. Yəni burada artıq şeylər çox olmasın. Amma hamısını birləşdirdim. Dedim, eybi yox, başqa günə salmaq məncə düzgün olmaz. Necə ki çəkmişəm ardıcıl şəkildə, elə də vlog halında paylaşım. Əslində Yuskdan çox şey çəkmişdim, amma maksimum azaltdım ki, həm sizin üçün yorucu olmasın, həmçinin də vlogun öz mahiyyəti itməsin. Əlimdə tutduğum bu 2 ədədli saç sancağının qiyməti 12 manat idi. Qızlar, Temun malları deyəm, Temun malları. Bu şeydə tifti təmizləyən. İçəridə 8.90-a. Elə bilin, corab deyib, 1 qəpiyə. Çay da smalıqda. Adi şey, maçolka. Bu termoların balacalığına, belə minimalistliyinə lap ürəyim getdi. Oranı əməlli gəzsəydi, qızlar, aldığımız sadəcə bu saxsı oldu. Qızlar, bunlar Luna üçündür. Bir dənə belə almışam Lunaya. Luna'nın balışları şükür üstündə yatır. Bu ən qəşəngi budur. Yumuşaqdır. 15 manat. Aldım, tapdım. Bu emoji. Qızlar, mənim hissəm, mənim alanım. Bu şamlar 12 manatdır, nə qəşəng.
Güzel. Bunlar ama yalancı şamlı. Bu yalan elə iynirəm, elə bilirəm ki, doğrusu şamlı. Sən demə, yox. İndi videoya baxanda deyirəm ki, əziz, səndən nə əcəb 6 manat 50 qəpiyə idi. Özdə qiymətizə münasib bu cür şamları sən almadın. Demək qızlar, bugün gedirik evə, sabah isə işdən sonra özümə sport geyim almağa gedəndə sizdən yenidən görüşəcəm. Demək qızlar, dünən 3-cü gün idi, yəni həftənin 3-cü günü mən Kiprik qaynağına getdim. Bugün 4-cü gündür, işdən sonra gəlmişəm sizinlə bir yerdə bu dəsti almağa. Bu dəstin ən sevdiyim özəlliyi o oldu ki, beli sanki korsetdir. Yəni beli qəşəng bir şəkildə incə göstərir. Həm rəngini, həm də materialını çox bəyəndim, qiyməti də 50 manat idi. Və gəldik, çıxdıq həftənin cümə gününə, yəni axırıncı iş günümüzə. Səhvimi düzəldirəm, yəni doğum günümdən öncəki axırıncı iş günü. Geyimimi sizə göstərməsəm olmazdı. Belə bir qara köynək geyinmişəm, boz rəngdə şalvar və ona uyğun da bir ayaqqabı. Ətrafımda olan yaxın insanlar bilirlər ki, mən buket güllərdənsə dibçək gülləri daha çox sevirəm. İlk olaraq masama yaxınlaşanda mən bu dibçək gülü gördüm və altındakı yazıya da ürəyim getdi. Daha sonra hədiyyələr sayı artmağa başladı və hər birisi də həqiqətən də incə düşünülmüş hədiyyələr idi. Hədiyyələrə baxdıqca bilirsən ki, kimlər səni daha yaxşı tanıyır. Bu da ən sevdiyim oldu. Naharda isə iş yoldaşlarım dedilər ki, bugün naharı mütləq şəkildə qəşəng bir yerdə etməliyik. Mən bu restoranda heç olmamışdım, amma bacım olmuşdu keçən dəfə və çox bəyənmişdi. Normalda bu cür estetik yerlərin qiymətləri biraz ortadan yüksək olur, amma deyərdim ki, burada çox münasib idi qiymətlər. Hərdən kimsə məndən soruşanda ki, sən hansı növ məkanları xoşlayırsan, mənim cavabım həmişə belə olur ki, bu mənim keyfimə görə dəyişir. Yəni bir an mən salaş bir yerdə də oturub yemək yeyə bilərəm, yəni oranın abu havası xoş gələ bilər və yaxud da daha lüks bir məkan da seçə bilərəm. Nə bilim, əslində keyfdən də çox istəyə görə də bağlı ola bilər. Yəni həmin an sən nə istəyirsən. Yəni müəyyən bir yer yoxdur ki, deyim ki, ancaq mən belə yerlərə getməyi xoşlayıram. Gündəlikdir qızlar. Baxanda Mamakada. Gündəlikdə belə Bakıya aid şəkillər var içində. Şəkilli. Burada elə özümü çəkirdim ki, bir də gördüm divarda pul var, pul qızlar. Dedim elə bu pulu mən götürməliyəm. Və sizə bayaq deməyi unutdum, əslində yolda gələndə izləyicimdən belə bir hədiyyə aldım. Daha doğrusu yolda gələndə elə olmadı. Yəni qabaqcadan danışmışdıq ki, bugün görüşəcəyik. Mən nahara çıxanda elə ondan da görüşdüm. Bu hədiyyəni götürdüm. Bu da mənim kiçik bizneslərə elədiyim bir dəstəkdir. Xanımların açdığı kiçik bizneslər varsa, mən ondan pul götürmürəm. Sadəcə olaraq o əşyanı göndərir mənə, mən də onu reklam edirəm. Bu arada yeməklərimiz də gəldi. Biz çox vaxt qızlarla yemək sifariş edəndə hamısını ortalığa edirik. Yəni hərəsindən hamımız da dada bilək. Ötən vloqlarda əgər yadınızdadsa demişdim ki, mən sonuncu dəfə etdirdiyim dırnaqlardan heç də razı qalmamışdım. Kvadratın yan yürəsi o qədər qırılmışdı ki, yəni kvadrat dırnaqdan heç də kvadratlıq bir hal qalmamışdı. Artıq neçə ildir ki, öz doğum günüm ərəfəsində mən dırnaqlarımı qırmızı rəng edirəm. Bu dəfə gəldiyim usta isə qızlar, bilməm yadınızdadır ya yox, 2-3 ay bundan öncə mən pediküra getmişdim. Yəni həmin o xanımdır. Pedikürünün bəyəndiyimə görə düşündüm ki, manikürü də elə belə səliqəli və gözəl olar. Gel bərkitmə 25 manatdır, amma mənim 3 dırnağım qırıq olduğuna görə, o 3 dırnağımı belə yerlə ayrıca forma ilə bərpa etdiyinə görə onu da əlavə 5 manat ödədim. Yəni toplamda 30 manat xərcim çıxdı. Usta deyir ki, elə xanımlar var ki, ancaq qırmızı rəng elətdirir. Yəni gəlir qırmızı rəngi sökdürür, yenidən qırmızı rəng çəkdirir. İndi qızlar, burada düzgüş eləmişəm, çəkiliş eləyəcəm və kamera arxasında kameraman, prodüser, rejissor, yazar. Lona, bura bax, səni çəkirəm.
Bunlar da burada oturdu ki məni diqqətlə dinləsin və izləsin ki, mən səhv eləməyim. Və qızlar, burada mənə kiçik bir hədiyyə var. Bu hədiyyə takı kavanozudur. Yəqin ki, sizə göstərdim artıq, vlogun əvvəlində gördünüz. Bu arada dırnaqlarımı bəyəndinizmi? Rəyləri yazın mütləq şəkildə. Mən bilmirəm, hər il ad günü ərəfəsində qırmızı elətdirirəm dırnaqlarımı. Amma mənə elə gəlir ki, bilmirəm, ya da mənim gözüm öyrəşib. Mənim üçün ən gözəl dırnaq French olan dırnaqlarımdır. Anamın əl işini bəyəndim. Səliqəli elədi. Qəşəngdir. Bu imkan vermədi də bu gün biz iş görək. Yanaqların çox qəşəngdir. Gəlin qızlar, baxaq görək nə var burada. Belə bir ilan sırğadı qaşlar var üstündə. Bunu da bəyəndim. Mən də ən çox bəyəndiyim bu tısbağa sep oldu. Kreativ bir şeydir. Yəni mən bunu türklərdə daha çox görürdüm. Açıq heç özümüzdə görməmişdim. Ona görə belə bir şeyin bizdə olmağı çox gözəldir və xanım həqiqətən də çox səliqəli şəkildə hər birini ayrı-ayrı belə paketləyib. Hətta bunların da paketi var. Yəni indi Luna sağ olsun hərəsini bir dərəyə atdı. İmkan vermədi normalde vlog üçün də çəkəm. Saatın içi bənövşəyi rənglidir, baxın görürsünüz. Qızlar, deməli bir tısbağaydı sep. Ən bəyəndiyim birinci yerdə bu oldu. İkinci ən çox bəyəndiyim bu oldu. Otdu da bu uşaqda. İkinci ən çox bəyəndiyim bu ilan oldu. Üçüncü bəyəndiyim bu oldu. Dördüncü yerə bunu qoyuram. Niyə görə? Çünki mən saat taxan biri deyiləm. Yəni saat taxmıram. Düzü bu çox estetik, gözəl saat. Yəni bununla əlaqəsi olmayan bir şeydir. Məncə siz mənim heç bir vloqumda görməmisiniz ki, mən bir dəfə də olsun saat taxım. Saat taxmağı sevmirəm. Cəmi bir dənə saatım var. O da qəşəng bir saatdır. Yəni bir dənə o saatım var. Taxsam onu taxaram. Bunu isə düşünürəm ki, hədiyyə eləyəcəm. Yəqin ki, bunu bacıma hədiyyə eləyərəm. O belə şeylər taxmağı sevir. Qalanları isə özüm sevə-sevə istifadə eləyəcəm. Buradan da həmin xanıma təşəkkürümü bildirirəm. Səhifəsini də qoydum. İzləməyi unutmayın. Çox sağ olun. Qızlar, saçımın bu halını çox bəyənirəm. Saçımın bu halı belə belə səliqəli halı çiməndən 2-3 gün sonra yaranan halıdır. 2 gün sonra. Yəni çimən bugün əgər saçımı yuyursan, sabah belə qəşəng görsənməyəcək. Gərək ondan sonraki gün belə qəşəng görsənsin. Mən də bu çəkilişləri sabah eləyəcəm. Ümid edirəm ki, heç olmasa buna oxşayar. Heç bu qədər də olmasa buna oxşar bir qəşəng olar. Amma saçıma dair həmişə komplimentləri mən saçımı yuyana 2 gün sonra alıram. İndi saçı tez yağlanan qızlar deyəcəklər, nə? 2-3 gün sonra saçın qəşəng görsənməsi bu artıq möcüzədir. Bəli. Qızlar, saçı tez yağlananları mən çox yaxşı başa düşməsəm də, yalan danışa bilmirəm deyim. Ay, mən yaxşı başa düşürəm. Başa düşə bilməm çünki mənim dərim, saçım, üzüm, əlim, qolum, mən qupqurudur. Yəni dərim çox qurudur qızlar mənim. Mən daim nəmləndirmə məcburiyyətində. Quru dərinin o qədər problemləri var ki, qızlar, yəni heç yaxşı bir şey deyil. Quru dərili olanlar məni anlayacaq. Saçın quru olmasının bir müsbət cəhəti var ki, gec yağlanır. Sabah ad günüm deyil, sabah ayın 4-üdür. Ad günü mənim ayın 5-idir. Amma 5-i bazar günə düşdüyünə görə biz 5-i geçsəydik, birinci günə çıxmış olacaqdıq. O da alınmayacaqdı. Yəni işimiz var, birinci işə qayıtmalıyıq. İcazə söhbətləri yoxdur. Çünki bu dəqiqə məsələn mənim hesabatlarım vaxtıdır. Yəni işdə bayağı bir çox işim var. Ona görə istirahət mənlik deyil. İşim, canım işim, gəlib işlərimi görməliyim. Bir dənə onu da deyim ki, çox üzr istəyirəm. Arada ora baxıram, çünki əlimdən tutmuşam deyə kameranı. Yəni ola bilər ki, belə əylər o tərəf bu tərəfə pis görsənməsin deyə arada ora baxıram. Ümid edirəm ki, bu sizi narahat etmir. Ona görə də biz elə bil ki, 4-dən 5-nə keçən gecə. Əsas odur ki, o 0-0-dan sonrasını bir yerdə belə qəşəng bir şəkildə inşallah ki, qeyd edə bilərik. Amma qızlar, belə danışa əlimə fikir verirəm. Qırmızı rəngində bir başqa bir enerjisi var. Buna baxın. Belə danışıram, əlimi və özə bunun üstündə, leoparın üstündə qırmızı tam belə qəşəng görsənir də. Baxıram, çox bəyəndim. Elə bir qırmızı rəngi yenidən sevməyə başladım. Bu yağ çox qəşəng imiş qızlar. Siz demə. Bu üz yuma yağıdır. Mən əvvəllər belə şeylərdən istifadə eləmirdim, amma ilk elə istifadəmi sizinlə bir yerdə bir vloqumda eləmişdim və dərin təmizləməni eləyir həqiqətən. Mən bununla yuyuram. Daha doğrusu bununla qəşəng masaj eləyirəm üzümü, sonra biraz su vururam, bununla yuyuram. Ondan sonra da misellar suyla yuyuram və duruluyuram və bitir. Sonra da lazımsa toniklə silərəm və yaxud da nəmləndirirəm. Normalda nəmləndirmirəm. Tonik məndə nəmləndirir onsuz da.
Baxın qızlar, hələ bunu tərpətməmişəm, belə olur. Bir izləyici keçən mən yazmışdı ki, sizdə də aşağıda çöküntü olur. Qızlar, aşağıda çöküntü olub olmadığını bilmirəm, amma məndə belə olur. Baxın, sonra belə eləyirəm. Görsüz, oldu. Bax, belə bir şey. Sabahınız xeyir olsun qızlar. Bir daha deməli saçlarımı düzəltdim. Artıq əslində çıxmalıyıq və gecikirik. Saat 10-dur. 2-də çekindi. Əslində gedib yolda da biraz işlərimiz var. Nəysə, uzun sözün qısası indi yola çıxmalıyıq və mən belə geyindim. Bax, cins şalvar geyindim. Bir də ki bunu geyindim. Bunun şalvarını geymədim əslində. Qəşəngdir. Sadəcə narahat olacağımı düşündüm. Bir də ətəyi biraz uzundu. Onu kəstirməyə heç vaxtım olmadı açığı. Ona görə də bu cins şalvar məncə elə bundan uyğun geldi. Gəldik maşına, 5 müştərimizi qoyduq. Deməli qızlar, təsəvvürən bir çamadan, 2 bir dənə yekə klok götürmüşəm. Kloku niyə götürdüm əslində birini? Çünki içinə ring light'ımı qoymuşam. 2 güzgün var, güzgünə idi. 2 işığım var və o çamadana yerləşmədi. Məcbur onu ayrı bir kloka qoymalı oldum. Bir də ki balonka götürdüm üstdən. İndi familya deyir ki, bizə güləcəklər. Balonka ilə deyir, gedir. Bu havaya uyğun deyil. Söz danışırdım, video stopladı. Çünki telefonda yenə də yer bitdi. Yenə də nə qədər şey sildim. Neyse, onu deyirəm. Orada doğum günü tortumu hazırlayan bir xanım var. Çox gözəl bir xanım. O xanım dedi ki, bəs burada hava dəhşətli dərəcədə soyuqdur. Ona görə qalın şeylər götürün. Yəni o balonkaları da mən onun üçün götürmüşəm. Mən hər doğum günümdə özüm üçün nəsə bir hədiyyə edirəm. Ətrafımda da hamı bilir ki, mən buket gülləri sevmirəm. Onlara ölmüş gül deyirəm və onları qətiyyən evə soxmaq istəmirəm. Ona görə kimsə mənə gül alanda çalışır ki, buket gül olmasın, dipçək gül olsun. Amma bu yaşım üçün özümə etdiyim hədiyyə 101 ədəd qırmızı qızıl gül oldu. Buketin kağızını isə estetik olaraq çox qəşəng görsənməsi üçün araşdırdım, axtardım, Pinterestdən baxdım, belə bir şey seçmişdim. İndi sizə göstərəcəm. Bəlkə də artıq bir çoxlarınız bilirsiniz, çünki əvvəlki vloqlarda demişəm ki, mənim atam gülçüdür. Uşaqlıqdan bəri hər cür gül buketi, güllər yəni görmüşəm. Ona görə də mənim üçün bunların hamısı bir adi bir şeydir. Elə bilirdim ki, öz buketimi də gül mağazasında çəkmişəm, amma siz demə çəkməmişəm, amma eybi yoxdur, heç problem deyil. Gedək Qubaya çataq, sizə öz buketimi də göstərəcəm. İlk dəfədə bu ödənişli yoldan istifadə edəcəyik. Burada belə çıxır qızda biraz gözləməli oluruq. Çünki maşın çoxdur, amma o kart terminalına keçir də burada ödəniş. Onu eləyən, o prosesi icra eləyənlər azdır. Bizdə Quba yoludur, yəni Qubaya gedirik. Ona görə də yəni oradan soruşurlar ki, hara gedirsiniz, hara qədər gedirsiniz. Biz də dedik Quba və 9 manat 77 qəpiyi pul ödədik. Məsələn qızlar, istirahət sahəsi falan yazıblar, amma hələ ki istifadəyə verilməyib. Qızlar, deməli burada radar işarələri var, yəni ki yol nişanlarında radar var. Amma ki radarın özü yoxdur, hələ quraşdırılmayıb. Və bir video baxdım ki, orada qardaş deyir ki, bu yoldan əməlli başlı story çəkmək üçün cəmaət istifadə edir. 240-a qədər sürəti qaldırırlar. Amma məqsəd tez çatmaq deyil, məqsəd sağ-salamat bu məntəqəyə çatmaqdır. Kamil mənə deyir ki, boş yolda istəyirsən, bəlkə gəlsən, sürəsən. Dedim, yox, sən Allah, sən sürməm, rahat-rahat burada videolarımı çəkeyim, qəşəng bir şəkildə burada dincəlim. Və biz artıq Qubaya girdik. Buradan fürsətdən istifadə edirəm. Bütün Qubalılara salamlarımı göndərirəm. Quba həqiqətən də Azərbaycanın cənnət məkanıdır. Bunları da marketləri görsə fərqli nələrsə var. Xoşum gəlirdi belə gəzməkdən. Amma indi vaxtımız yoxdur. Birbaşa gedirik elə ora. Əslində keçən ildən bir planım var idi ki, bu il doğum günümü mən ölkədən kənarda keçirəcəm. Hətta bu ilin əvvəlindən mən aviabiletlərə də baxmışdım ki, öncədən alaq, çünki öncədən alanda qiymətlər çox münasib olur. İndi düşünürəm ki, yaxşı ki öncədən bilet almamışam, çünki işlərimizlə əlaqədar olaraq gedə bilməyəcəkdik. Yəni familin də bu aralar işdə çox işi var, eyni zamanda mənim də. Düşünürəm ki, izləyicilərim arasından bəzilərinin bəlkə də beynində sual formalaşa bilər ki, niyə görə siz ikiniz qeyd edirsiniz ad gününü qızlarla, ətrafınızdakı o yaxın tanışlarla, əzizlərlə bir yerdə böyük bir ad gün etmirsiniz. Bu arada Qəçrəşə gəldiyi qızlar, Qəçrəş mənim ən sevdiyim hissəsidir də Qubanın. Uşaqlıqdan ata ancaq bizi Qəçrəşə aparırdı. Hər yay biz Qəçrəşə istirahətə gedirdik.
Bayaqki suala cavab verim ki, qızlar, hər il böyük bir şəkildə ad günü eləmək açığı mənə görə deyil. Təbii ki, mənə də yaxın olan, əziz olan, doğma olan insanlar var. Onları da həmin bu günümdə, bu xoş günümdə görmək istəyərəm. Amma düşünürəm ki, hər il olmasa da ən azından yubileyləri keçirmək olar. Amma bilmirəm, mənə görə ən gözəl doğum günü yoldaşımla baş-başa rahat bir ortamda, romantik bir yerdə keçirdiyim doğum günüdür. Qızlar, 2 dəqiqəlik belə dayandıq sadəcə baxmaq üçün. Amma o sizə çəkdiyim yerə istəyirik sabah gələk. Bir dənə söz var, böyük şəkli görmək. Burada həqiqətən təbiətin ləzzətinə varmaq üçün gərək böyük şəkli görəsən. Kiçik-kiçik kadrlar çəkirəm, yəni telefonun ekranı nə qədəri tutursa, daha doğrusu kamera nə ölçünü tutursa onu göstərə bilirəm. Maşını da bu arada yuya bilmədik, gördüyünüz kimi nə gündədir. Salam. Burada toy kərvanı ilə qarşılaşdıq. Kimin toydusa Allah xoşbəxt eləsin, subaylar üçün olsun. Demək qızlar, biz gördük ki, artıq xaricə gedə bilmirik, yəni Azərbaycan içində rayonlara getməliyik. O zaman fikirləşdik ki, hara gedək? Hara gedək? Biz Quba, Qəbələ, bir də Lənkəran arasında qalmışdıq. Qiymətlərə baxdım qızlar, deyirəm ay Allah, gedə bilsəydik, Avropaya getsəydik bundan yaxşı idi. Qiymətlər bəzi otellərdə o qədər bahadır ki, elə bilirsən ki, nə bilim, yəni sən Azərbaycanda deyilsən, Avropanın hər hansı bir ölkəsindən bir yerdən bir qiymət soruşmusan. Bəyəndiyim yerlərdən qiymət soruşdum, istədiyim otaqları soruşdum. Nəysə qızlar, uzun sözün qısası biz qərara gəldik ki, elə ən yaxşısı Qubaya getməkdir. Qubada isə 2 yer arasında qalmışdım. Bunlardan biri də indi hal-hazırda getdiyimiz Panoramika idi. Özünüz məni bilirsiniz, tanıyırsınız da, yəni bu vaxta qədər əgər uzun zamanda izləyicimsinizsə, bilirsiniz ki, xidmət sektorunda mənim ən bəyəndiyim şey insana olan davranışdır. Və mən Panoramika yazanda çox müsbət cavab aldım, geri dönüşlər aldım. Gördüm ki, yəni əməlli başlı bunlar müştəri ilə çox yaxşı bir şəkildə maraqlanırlar. Əsası da qiymət mənə uyğun gəldi. Çünki mən bir gecəyə görə 350 manat, 300 manat vermək istəmirdim. Bu arada onu da sizə deyim ki, reklamla getməmişəm qızlar. Daha doğrusu, yəni biz ora ödənişimizi edib getmişik. Sadəcə olaraq biz gedəndə 15% endirim var idi və həmin yerdə bizə sadəcə olaraq 10% əlavə endirim etdi. Yəni biz 25% endirimlə hal-hazırda ora gedirik. Ona görə də bəyəndiyim və bəyənmədiyim nələr varsa, hər bir şeyi səmimi bir şəkildə sizlərlə bölüşəcəm. Vloqu mütləq şəkildə axıra qədər izləyin. Gəldik bura. İndi 10 dəqiqəyə otağımız hazır olacaq. Biraz deyəsə tez gəlmişik. Saat neçədir Famil? 2-dir. Hə, 2-dir. Sil-süpür olacaq. Otağımızı sonra bizə təhvil verəcəklər. Gətirib əşyalarımızı da yerləşdirək. İnşallah o yerlərində sizin üçün çəkərəm. Hələ həyətinə bacasına düşməmişəm. Buralarını görməmişəm. İndi gedəcəyik. Otağın da turunu sizin üçün eləyəcəm. Bizdə lüks 2 otaqdır. Lüks 2 adlanır. Yəni ki, 2 otaqlıdır. 2 otağı var. Yəni şey deyil. Kotej kimi deyil. Kızlar, deməli bura otel o tərəfdədir. Burası onun restoranıdır. Burada oturub yemək yemək də olar. Düşünürəm ki, biz ya bura gəlib yeyərik, ya da bilmirəm. Qaldığımız otağın yəqin ki balkonu da var. Yəni videoda elə görmüşdüm. İndi baxacağıq ora. Ya da orada da sifariş edib yemək yemək olar. Amma buranın mənzərəsi həqiqətən də çox gözəldir. Elə bilindi ki, belə əlinizi açsaz buludlara toxuna bilərsiniz o dərəcə. Kızlar, sizə otağı göstərəcəm. Otağın girişi buradandır. Girdiniz, belə bir burada soyuducu var. Burada sizə gülümü də göstərim. Gözəl gülüm. Bundan qəşəng şəkillər istəyirəm çıxardım. Qəşəng şəkillərim olsun. Amma istəyirdim ki, özüm 28 yaşımda 101 dənə qızıl gül alım. Ona görə də bunu özümə hədiyyə eləmişəm. Yəni bu il başqa bir şey almamışam özüm üçün. Normalda özüm üçün nələrsə eləyirəm həmişə. Nəysə, söhbətdən yayındıq qızlar. Belə divan kresloları var burada. Belə bir jurnalli stol var. Belə bir kiçik masası var. Bu mənzərəni sizə birazdan göstərəcəm. Gəlin bu otağı da sizə göstərim. Belə bir yataq otağı var. Səliqəlidir.
təmizdir ən azından. Belə bilmirəm indi başqa otel otaqlarında necədir. Yəni Qubada mən bilən heç olmamışam mən. Amma bu dəstim çox qəşəngdir qızlar. Saçım da pis deyil məncə. Belə. Ən əsası inşallah ki, qəşəng gün keçirərik və qəşəng şəkillərim çıxar, vlogda maraqlı olunar. 3 dənə istədiyim şey var. Buranın mənzərəsini də açaram. Burada amma mən bilən qapı yoxdur. Qapı buradandır. Gəlin buradan keçək, baxaq. Buranın mənzərəsi amma həqiqətən də çox qəşəngdir. Düşünürəm ki, mən burada oturub qəşəng şəkillər çıxarda bilərəm. Amma masanı istəyirəm biraz bu tərəfə gətirim ki, buradan çəkəndə bu mənzərə daha çox qəşəng görsənir. Bir dənə qızlar, bu otağın mənfisi odur ki, insan özünü çöldə hiss edir. Baxın, bura girişdir. Yəni göstərmişsən. Baxın, bura girişdir. Girişlə üzbəyüzsən də sanki. Yəni buradan insanlar keçəndə buranı rahat görə bilər. Küçədən də insanlar keçəndə buranı rahat görə bilər. Bir dənə bu otaqla bağlı narahatlığım odur. Soruşduq ki, bunun üstündə var boş otaq. Dedilər ki, yox, 2-ci mərtəbə doludur. Bir dənə mənim düşünürəm ki, mənim günahımdır. Mən gərək soruşardım, dəqiqləşdirərdim ki, 1-ci mərtəbə olmasın. Amma yenə də bu mənzərəyə baxanda ürəyim sakitləşir. Gözəlim çiçəklərimi qoymuşam bura. İstəyirəm ki, tortum da gəlsin. Onunla bir yerdə çəkdirim. İnanırsınız qızlar, bu hissələrin üstündə səs yazmağa heç əlim gəlmir. Çünki həm görüntü, yəni ki, o təbiətin görüntüsü, həm təbiətin səsi o qədər mənə xoş gəlir ki. Qızlar, deyirsən narın yağış yağar. Bu mənzərədə, tortum da gəldi bu arada. Yəni, həqiqətən hələ görməmişəm. Axır ki, gəldi, çıxdı tortum. Video çəkərək elə görəcəm. Çox qəşəngdir. Buradan həqiqətən də xanıma çox təşəkkürümü bildirirəm. Səhifəsində bura etiketləyirəm. Ayda tortdan da qəşəng gəlir. Bu dəqiqədə qızlar, səhər yeməyinin üstündəyik. Səhər yeməyi də yeməmişik. Yolda elə belə şey yemişik. Onun üstündə bu dəqiqə əmr verib yeyə bilərəm də o dərəcə. Amma çox qəşəngdir. İndi sizə qabaqdan göstərəcəm. Qızlar, keçən il ad günümdə tortu kaydırmışdım. Tort kaymışdı. Yox idi tort. Burada baxın. Yiyəcəm. Dadını da əminəm ki, görüntüsü kimi qəşəng olacaq. Əslində mən düşünürdüm ki, Bakıdan alaram tortu, Bakıdan gətirərəm. Amma sonra düşündüm ki, Bakıdan gətirənə qədər o 2-3 saatlıq yolda həm tort pis günə qalar, həmçində mən bunu hər an əlimdən sala bilərəm. Dedim, elə Qubadan axtarım və axtardım, bu səhifəni tapdım. Daha doğrusu bir çox səhifələr gördüm. Amma bu səhifəndə olan xanımın əl işlərini daha çox bəyəndim, daha çox mənə estetik gəldi. Amma belə görürəm ki, həqiqətən də mən yanılmamışam. Çox qəşəngdir, çox estetikdir və çox bəyəndim. İnşallah ki, şəkillərimdə ürəyimcə alınır. Tortun üstündəki qızlar, bunlar hamısı zərdir. Yenə pis günə saldım. O paltarımla qəşəng şəkillər çəkdirdim. Amma düşünürəm ki, axşam tortla daha qəşəng şəkillər çəkdirəcəm. Çünki o qədər də ürəyimcə olmadı tortla. Amma güllə qəşəng şəkillər çıxdı. Yeni aldığım dəstimi axır ki, bir yerdə əynimə geyindim. Məncə qəşəngdir. Belə şalvarıdır. Özdə mən qızlar, sportivni dəstə ən xoşladığım şey bilirsiniz nədir? Aşağısı rezinli olmasın. O belə boş olsun. Baxın, o belə. Yəni rezinli olmasın. Onu sevmirəm. Bu hissəsini isə bir ayrı bəyəndim. İncəliyi qatır, belin incəliyini də ön plana çıxarır. Çox qəşəngdir. Yeməyə istəyirəm bunlardan birini özümlə aparım. Bunu aparmayacağım çünki bunu sizə göstərmişim, qırmışam. Düzdür, bayaq şəkillərimi bununla çəkdim. Çünki bunun bir müsbət cəhəti var ki, bunun pultu var qızlar. Yəni siz telefonu basmağa ehtiyac yoxdur, timeri qoymağa ehtiyac yoxdur. Pultla tık edirsiniz, şəkillərinizi çəkir. Bununla çəkdim. İndi amma video üçün istəyirəm bunu aparım. Yemək yeyəndə, eləyəndə çəkməyə. Qızlar, burada soyuducular qoyduq, tortu soyuducuya. İndi gedək yeməyə, axşam gəlib şəkil çəkdirəcəyik, sonra da çay süfrəsində bunu kəsəcəyik. Görək harda oturmaq daha yaxşıdır. Belə bağlı yerləri var. Mən düşünürəm bağlı yaxşıdır. Çünki soyuqdur hava. Ora bağlıdır, yoxsa açıq? Yox, açıqdır o deyəsən.
Həmçinin də həyətini sizə göstərmiş olum. Baxın, belə yerləri var. Amma məncə o tərəf daha qəşəngdir. Çünki oradan qəşəng mənzərəni görmək olur. Belə bilin, biri açıqdır, biri bağlıdır. Sonra biri açıq, biri bağlı. Belə-belə gedir qızlar. Çox qəşəngdir və sakitlikdi. Çox sakitlikdi. Elə bunlara baxın. Mirketlərə baxın. Uşaqlar üçün oynamağa belə yeri var. Ayda sakitliyə o qədər darıxmışam həqiqətən belə sakitliyi üçün. Yəni nə bilim, şəhərin o səs-küyü insanı o qədər bezdirir ki, belə sakit bir yerə gələndə, xüsusən də təbiət qoynuna gələndə insanın beyni həqiqətən də sıfırlanır və dincəlirsən. Gəlin buradan bir dənə mənzərəyə gedək qızlar, qızlar. Burada həqiqi belə isti havada az gündə eləmək olar. Düzdür, bura biraz qəribə görünür amma bir dənə siz buraya baxın. Buraya baxın. Çox gözəldir. Ayda buranın kaş havasını sizə ötürə bilərdim. Bir də ki, tam aydın görünə bilmir. Yəni mən gözümlə gördüyümdən daha az görünür kamerada. Çünki dəhşət duman var. Təbiət qoynunda mən. Qaranlıq düşür abi. Oradan odaqla məni. Burada bir soba var. Bəh-bəh. Bunu yandırırsan. Özdə köhnədir. Yəni estetik deyil də. Əsl o əvvəllər o nənələrin evində olur deyək. Gəlin menüyə baxaq. Burada nələr var. Famil, sən də oradan bax. Səhər yeməyi heç daxildir. Sabah səhər yeməyi yeyəcək. Kebab. Əsas məsələ kebablardır. Kebablardan seçərik. Qızlar, hələ ki gələnlər. Quba çörəyi. Ayda istidir Famil. Vallahi çox istidir, çox. Üstündən şey çıxır, buxarı çıxır. Mənim şaşırmağım, səhərdən yemək görməyəm mən. Süzmə, acika, bir də belə hələ ki duşes gəlib. İndi gözləyirik əsas yeməklərimiz gəlsin. O qədər acıydıq ki, hələ əsas yeməklər gəlməmiş, çörəklə süzmə, acika yedik. Qızlar, kebablarımız gəldi. Əslində çox şey sifariş eləmişik, gözüm az deyil. Ac olanda insan belə olur. İndi otururuq yeməyə. Mənə soyuq olduğuna görə yaxşı ki özümdən balonka gətirmişdim. Famil ilə Bakıda olana deyirdi ki, heç kəs orada balonka giyməyəcək. Bir dənə biz orada balonka aparırıq. Dedim, bax görərsən. Bax indi də görüyorsun. Bu lazımdır həqiqətən. Çünki soyuq hava. Həqiqətən çox pis soyuq. Həqiqətən sözünü yerinə qədər istifadə edim. Necədir? Nə yedin? Buyuruq. Instagramda bu kurtkamla şəkillər paylaşmışdım və bir neçə xanım yazdı ki, kurtkanız çox qəşəng görsənir, hardan almısınız? Mən bu kurtkamı da, bir kurtkam var ki, onu da çox bəyənirsiniz. Yəni ki, baxanlar çox bəyəniblər, o qara rəngdədir. Onu da mən Temudan almışdım. Aldıqlarımın hamısını aşağıdakı linkə yerləşdirmişim. Yəni bir linkə girməklə aldığım bu vaxta qədər olan bütün əşyaları, məhsulları görə bilərsiniz. Gel. Axtarır yəni. Bəs o birisi dostanı, ayağı axsayan. Kiricik. Nə tərs-tərs baxır mənə, mən onu çəkirim. Gəl bir dənəsini vuracaq mənə. Bala deyə bunlara. Ay qız deyir, ay qız deyirəm. Anası atası da orada da. Ay aman. Kimdir mən baxır, Famil gəl də. Bana da tərs-tərs baxırlar. İndi biz çıxdıq, yeməyimizi qəşəng-qəşəng yedik. Əynimizi biraz da qalın elədik. İndi də gedirik gəzməyə. Əslində piyada gəzəcəkdik. Güya Famil dedi ki, amma gəl maşınla gedək, qəşəng yerlər görəndə dayanaq, maşını saxlayaq, gəzək. İndi axşamdır, qaranlıqda heç bilmirəm, mənə görürsünüz ya yox. Işıq yandırdı. İndi də yuxarı, biraz da yuxarı hissələr istəyirik, çıxaq, baxaq görək oralarda nə var, nə yox, təbiəti necədir. Yəni gəldiyimiz yola qayıtmaq istəmirik. Tam əksinə, yəni bura qədər gəlmişik, bundan sonrasına gedək, baxaq görək, oralarda nələr var, nələr yox. Qızlar, bir dənə siz Allah, bu dumandır, sisdir, nədirsə, gözü görmür də o dərəcə yəni. Boynuna bağlayırlar. İneklər, nasılsınız? Qızlar, bir dənə bura baxın. Bu dağın başında şəlalə var, bax orada işıqlandırıblar. Baxın, yaxşı çəkə bilmirəm. Amma siz gördünüz mən nə demək istəyirəm. Baxın, oradan şəlalə axır. Uzaylıların şeyinə oxşur. Şəlalədir o, sən Allah. Burada maraqlı bir yerdir. Şey oxşadı bu. Bakıda getmişdik restoran. Şüşəbənd ora.
Gündüz vaxtı qəşəng belə gözəl görünən hissələr gecə də gözəl idi, amma gecə çox qorxulu idi. Yəni mən həqiqətən də bu təbiətə gecə vaxtı baxanda hürkdüm. İşıqsız da belə görünür. Buralar tam qaranlıqdır da, yəni yuxarı dağlar, duman, ağaclıq. Orada o nədir ya Allah? Ya Allah, bismillah. Ay kızlar, ben korkarak. Tahmin ettim ne olur düşmeye başım. Tahmin ettim gezmeye gelmiş. Oğlum gezmeye gelmiş ya. Ama ben buradan korkarım da. Bak şurada dönüm. Hay Allah, bismillah. Bak orada biz gidende ben gördüm. Orada hariciler oturup yemeği yirdiler. Bak orada ha. Yani bura biri bunlara yemek verirdi. Bak bak. Buradan da çay akır kızlar. Bu da nedir? Şalalə istirahət mərkəzi. Oy, oradan maşınlar gəlir. Bu rəhbərlik adından bir hədiyyədir. Çox sağ olsunlar. Həqiqətən də bildilər ki, bugün burada ad günü qeyd edirik. Əslində biz bunu sifariş eləməyi ağlımızda tutmuşduq. Çünki birazdan tort kəsəcəyik. Amma bunun da hədiyyə olması bizim üçün həqiqətən də bir çox müsbət bir hal oldu. Qızlar, deməli bunları qoymuşam belə. Famil indi deyir ki, buna 3 dənə elə şey qoyub, elə bir ki, bu kino çəkir. Amma neynim lazımdır qoymuşam da. Qızlar, bunun üzərinə baxın. Bir çəkiliş apardım. Əslində ağlımda başqa bir ideyalar var idi, amma onları alındıra bilmədim. Ona görə 27 yazıb üstünü 28 elədim. Belə bir şey alındırdım. İndi onu editləməliyəm, çünki artıq 0-0 az qalıb. Bilmirəm, indi paylaşmaya səhər paylaşaram, heç bilmirəm, amma bu tort qaranlıqda belə biraz üstünə işıq vuranda çox qəşəng zərli görsənir. Ürəyim getdi. Elə çəkdirmək istəyirəm. İndi famili başını xarab eləmişəm. Amma famili deyir ki, eybi yox, bugün sənin günündür. Eləmək olar. Bunları da aparmalıyıq çölə. İstəyir ki, çöldə çayımızı içək. İçəridə olmasın. Çünki çölün havası yəni həqiqətən də bir başqadır. Ürəyimdə arzularımı tutdum. Allah hər kəsi öz arzularına çatdırsın, içində də biz olmaqla. Sizdən isə bir istəyim var. Kanalıma əgər hələ də abunə deyilsinizsə, abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir. Tortu kəsə-kəsə də fikirləşirəm. Görürsən kifayət qədər video və şəkil çəkdimmi? Allah hər kəsi sevdiyinə qovuştursun qızlar. Belə bir gözəl havada, belə gözəl tort. Bu arada tortun da dadı çox gözəl idi. Belə gözəl çay, yəni oturmusan, söhbət eləyirsən, belə çay qabağında. Bu mənzərə məncə heç bir şeylə əvəz oluna bilməz. Təsəvvür eləyin, çayı bir nəfəsə bitirdim. Sabahınız və sabahımız xeyir olsun qızlar. Yuxudan durdum, əl-üzümü yudum. Arada ora baxıram, üzürlü sayın qızlar. Deməli, yatdım ki, səhər durum, günəşin doğuşunu izləyim. İndi əslində 2 dəqiqə günəşin doğuşu olacaq. Mən deyim, bir dənə sizə sabahınız xeyir deyim, sonra da gedim ora. Qızlar, gəlin çıxaq çölə. Hələ günəş məncə tam çıxmayıb. Güllərim burada pis qalmayıb, normaldır. Çok güzeldi. Dünən makyaj eləmişdim, amma bugün makyaj eləmək istəmirəm. Rayon yerində düşünürəm ki, əgər şəkil çəkdirməyəcəmsə, çəkdirə də bilərəm. Olsun da təbii halından çəkdirim. Vacib deyil ki, makyajlı çəkdirim. Heç həvəsim yoxdur valla. Mən ümumiyyətlə bu Avropaya gedəndə də belə oluram. Belə qoydum. Bir şey söyleyeceğim. Biz düşürük üzü aşağı. Baxın, bu tərəfində bu panoramikin evləri var. Bu tərəf isə onun otelidir.
Ay Allah, bir dənə düzəldəcəm mən bu dediyim sözü. Çox qəşəng. Bu gün də 5 oktyabrda, yəni gözümü doğum günümü açmışam. Belə indi səhər-səhərdə gəzirik. Çox ləzzət edir həqiqətən. Allah Taala həmişə mən elə dua edirəm. Özüm xoşbəxt olanda başqaları üçün də dua edirəm. Yəni mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm. Allah kimin ürəyində nə arzusu varsa ona da yetirsin, o da xoşbəxt olsun inşallah. Yəni həmişə mən çünki dualarımda həmişə hər kəsə deyirəm. Xüsusən də mənim izləyicilərimə. Sizin üçün də ayrı-ayrı dualar edirəm həqiqətən. Həmişə sizə müsbət, pozitiv enerjilər göndərirəm. İnşallah ki də qəbul olar. Nə deyəcəydim qızlar sizə? Çox gözəl mesajlar gəlib, çox gözəl təbriklər gəlib mənə. Yəni həqiqətən çox sevinirəm. Hər birinizə də, yazanların hər birinə də buradan da ayrıca təşəkkürümü bildirirəm. Kızlar, nəhayət gün çıxdı. Buralar aydınlandı. Həqiqətən günəş necə gözəl şeydir. Oy. Qonağımız var. Onun üçün tort kəsmişəm. Gedək mənim doğum günüm tortundan yesin. Gedəcək. Sana tort getirdim. Buyur. Ye. Kızlar, mən elə bilirdim ki, pişik gedib. Qapını biraz açıq qoymuşduq ki, ev havalansın. Elə bildim pişik gedib. Mən də götürdüm ki, tortun yarısını yeyib, yarısı qalıb. Ondan qabaq da vermişdim əslində, yemişdim. Bir də baxır ki, İmam uzanıb burada özü üçün özünü yalayır. İstidir də ona görə. Çox soyuqda axı. Kızlar, deməli gəlmişik belə bisetkada. Bu dəfə açıq bisetkada oturduq. Dünənlərimiz soyuq idi deyənə belə bağlısında oturmuşduq. Kurtkalarımızı çıxartdıq çünki hava həqiqətən də isindi. Şükür Allaha, çox qəşəngdir. Hətta bu dəqiqə mən istidir mənə. O dərəcə həm də günəş də buradan belə üstümüzə vururdu. İndi səhər yeməyini gözləyirik. Səhər yeməyini gətirsinlər. Bu qəşəng mənzərədə səhər yeməyimizi yeyək. Evimizə gələn kedi bura gəlib bizi burada tapıb gözləyir ki, yeməyə başlayaq. O da bizlə bir yerdə başlasın. Bayaqdan miyaldayır. Qızlar, bayaqdan buradan aralar. Ay bala, neynədin? Bayaqdan arılar burada qızlar bal içirlər. Deyirəm elə siz özünüz düzəltmisiniz də balı. Özləri hazırladığını gəlib özləri də yeyirlər. Ay Allah. Bu birisi vəbşi bala batdı. Ayağı zaten nə günə qaldı. İndi tərpənə bilmir. Yapışqan olub. Səhər yeməyimiz tamamlandı. Bayaqdan gözləyirəm bu isti yeməklər də gəlsin. Hamısını bir yerdə çəkeyim. Bir səskə yumurta dedik, bir də ki yumurta pomidor dedik. Bir də belə pendirlər var, süzmə var, içində şor var, zeytundu, baldı, bir də ki yağdı. Orada da pişiklər var. Belə, indi oturaq səhər yeməyimizi yeyək. Bura haqqında ümumi fikirlərimi son olaraq sizə deyim ki, mənzərəsi möhtəşəmdir. Yəni mənzərəsi nəyə desəz deyər. Personalı, yəni ki, komandaları əladır, gülərüzdür, mehribandılar və çox hörmətçildirlər. Yəni o baxımdan da ona da bir 5 ulduz. Amma düşünürəm mən bir də bura gəlsəm, gələn dəfə mütləq burada ev götürərəm. İsraf olmasın deyə. Çünki bu qabağımızdan qalanları yəqin tuğlayacaqlar. Qalanların hamısını verdiyi burada kediciklərə. Biri oradadır, orada yeyir. Biri də ki, deyib buradadır. Bu da yeyib bitirib yanıb baxır. Ay aman, nə pis baxır bu. Və gəldik, əşyalarımızı yığdıq, yığışdıq. Sonuncu dəfə bir də mənzərəni çəkdim. Çünki buranın mənzərəsinə ürəyim getdi. İndi isə yolumuz Bakıyadır. Növbəti vloqlarda Bakıda görüşməklə sizləri sevirəm. Sevgi ilə qalın, hələlik.